Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda yanvar ayında qar yağacağı ehtimalı ilə bağlı proqnozlar mediada gündəmə gəlib. AccuWeather platformasının məlumatına əsasən gələn ilin yanvarın 20-si, 21-i və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8, gecə isə 3 dərəcə isti göstərilir. Maraqlıdır ki, AccuWeather-ın bu uzaq tarixlər üçün verdiyi proqnozlar nə dərəcədə realdır? Ümumiyyətlə, belə uzaq tarixlər üçün hava şəraitini əvvəlcədən dəqiq şəkildə proqnozlaşdırmaq mümkündürmü? Və bu cür məlumatların etibarlı faizi nə qədərdir? Məsələyə münasibət bildirən ekoloq Qorxmaz İbrahimli açıqlamasında bildirib ki, hava proqnozları günlük, həftəlik, 10 günlük, aylıq verilə bilər. Onun sözlərinə görə dəqiqlik baxımından isə 2 ay sonra baş verəcək hava proqnozu o qədər də doğru çıxmır.